Salam əziz və dəyərli müştərilər, sizi salamlayıram Kars Ailəvi restoranından. Bugün ayın 31 dekabr, hamımız yeni il bayramını təbrik edirəm. Yenə Kars restoran Divijeniyadır. Bax, manqalı yandırmışıq, zakatovkanı eləmişik, gözləyirik hamımızı. Kilo ilə kebab pişiririk, bir kilosu 4 manat, ət sizdən, pişirmək bizdən. Təndirdə yemək pişiririk, tinduşkası, səbəti falan. Ətə özü gətsəz 5 manata pişiririk bir kilosunu. İstəyirəm sizə bugün hazırlıqlarımızı göstərim. Bax. 2 partiya lülə. Yəni bu lülələr bugün qutaracaq. Yəni bunun başqa yolu yoxdur. Bax da təmiz erkək quyruğundan lülədir. Düz burada 320 dənə lülə vurmuşuq xaldenlikdə. Düz 320 ədəd. Kababçı sənətkarlar 4 nəfər işləyir. Mənlə bir yerdə 5 nəfər. Keçək. Burada hinduşkamız doğranır, tikə doğranır. Təndirli hinduşka hazırdır və əsas məsələ bilirsən nədir? Bu əmri quzular. Bu əmri quzular heç yerdə yoxdur. Bu quzunun 13 kilo, bunun 13 kilo, yarım çəkisi var. Bax, çək. Öncədən sifarişlə işləyirik. Gətirmişik ki, sizi çox yubadmayaq. Burada 3 metrlik manqalımızdır. Buradan belə indi onu da yandırırıq. Sacımızla xotlamışıq, hazırdır. Gəlirik buradan belə. Buradan ürəyi istəyən hinduşkanı seçib, pişirtdirib apara bilərsiniz. Buradan tikələr, lülə, toyuq, bastırma, luboy kebab var. Bunlarsa zakazlarımızdır ki, indidən düzüb qoymuşuq hazır. Hamısı 1 saat, 2 saat içində gələcək yerlərinə. Təndirimiz yanır. Bütün personal qulluğunuzdadır. Saat da bugün 10-a qədər fəaliyyət göstəririk, gələ bilərsiniz. Qazan yeməklərdə Divijeniyadır. 7/24 qulluğunuzda Kars Ailəvi restoranı hamımızın bayramını bir daha təbrik edirəm. Nizami küçəsi 112 buyurub gələ bilərsiniz.